Prezident İlham Əliyev Euronews televiziyasına müsahibəsində Azərbaycanın ev sahibliyi etdiyi VUF-13, eləcə də qlobal urbanizasiya problemləri ilə bağlı mühüm fikirlər səsləndirib. VUF-13-də 182 ölkə təmsil olunur ki, bu iştirakçı sayına görə rekord hesab olunub. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, iştirakçı sayının çoxluğu iki səbəbdən qaynaqlanır. Birincisi, qlobal urbanizasiya məsələlərinin əhəmiyyətidir. Hazırda əksər ölkə şəhər salma prosesinə xüsusi diqqət yetirir. Çünki məsələ təkcə əhalinin məskunlaşma probleminin həlli yox, bunun necə baş verməsidir. Urbanizasiya özü ilə sosial-iqtisadi, eləcə də mədəni çağırışları da gətirir. Xüsusilə kəndlərdən şəhərlərə doğru axının güclənməsi, şəhər həyat tərzinin dəyişikliyə məruz qalması, ekoloji çətinliklər bu məsələni daha da aktuallaşdırır. Bu baxımdan şəhərsalma məsələsi ilə bağlı müzakirələr diqqət mərkəzindədir. İkincisi, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu Bakıda keçirilən foruma diqqəti 2 qat artırıb. Bakı hazırda qlobal problemlərin müzakirə edilməsi və həll yollarının tapılmasında dialoq platforması rolunu oynayır. Bundan öncə paytaxtımızda baş tutan COP29 tədbiri və COP tarixində mühüm yeniliklərin əldə edilməsi bunun bariz nümunələrindəndir. VUF iştirakçıları da təhlükəsiz Azərbaycanda səmərəli dialoq apara, təcrübə mübadiləsi edə və problemlərin çıxış yollarını tapa biləcəklərini düşünürlər. Dövlət başçısı da müsahibəsində bildirib ki, forum iştirakçılarının sayının rekord həddə olması həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir. Prezident qeyd edib ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bugün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır. Göründüyü kimi, Azərbaycan qlobal urbanizasiya siyasətinin formalaşmasına öz töhfəsini verir. Müasir şəhərsalma prosesində ətraf mühitin qorunması və insanların yaşıl zonalarla, parklar, istirahət güşələri və digər amillərlə təmin edilməsi əsas prioritetdir. Azərbaycanın bununla bağlı mühüm təcrübəsi var. Paytaxt Bakıda müasirliklə tarixin harmoniyası, eləcə də yaşıl zonaların genişliyi, həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən ağıllı şəhər layihələri şəhərsalma presedentini yaradır. Bununla yanaşı, azad olunmuş ərazilərdə yer üzündən silinmiş şəhər və kəndlərimizin qısa müddətdə yenidən inşa edilməsi ilə Azərbaycan beynəlxalq müstəvidə şəhərsalma təcrübəsi yaradıb. Dövlət başçısı qeyd edib ki, biz bugünədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Təəssüf ki, işğal altında olmuş ərazilərin geniş miqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində 5 ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik. Prezident beynəlxalq şəhərsalma prosesində nümunə olan təcrübəni bölüşüb. Öncə elektrik enerjisi məsələsi həll olundu. Bugünədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib. Hazırda 340 meqavat gücündə günəş enerjisi layihələri inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib. 500 körpüdən 435-i artıq tikilib. Dəmir yolları, məktəblər, xəstəxanalar paralel şəkildə inşa edilir. Dövlət başçısı bildirib ki, yenidən qurmanın ilk illərində əsas sərmayəni infrastrukturun yaradılmasına yatırtmışıq. Hazırda isə əsas sərmayəmiz yaşayış sahələrinin tikintisinə yönəldilib. Şəhərlərin baş planları, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidən qurma üçün bir nümunə ola bilər. Prezident vurğulayıb. VUF-13 həm qlobal urbanizasiya problemlərinin həllində, həm də Azərbaycanın öz təcrübəsini digər ölkələrlə bölüşməsində müstəsna rol oynayır. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.